doğrudan da tam belə gözəl günlərin birini yaşayırıq. Bir məktəb yaratmaq, o məktəbin iştirakçısı olmaq və gələcək üçün bu məktəbi davam etdirmək ideyası ilə davam eləmək, yəni ki, baxmaq, baxışımız ona doğru olması bizə bugünün sevincini yaşatır. Doğrudan da sabah həm də Azərbaycan Respublikasında bilik günüdür, 15 sentyabr və demək olar ki, biz də bu 15 sentyabra öz yeni məktəbimizlə davam edirik. Amma bu yeni məktəbi biz siz müdavimlərlə yaratdıq, təcrübə elədik və inanıram da ki, çox uğurlu alındı. Burada həm müdavimlərimiz, yəni öyrənənlərimiz, həm də öyrənənlərimiz birlikdə iştirak edir, başda Profesör Qafar Cəbiyev olmaqla və inanıram ki, başlatdığımız işi rahat şəkildə davam etdirə biləcək. Niyə? Çünki mən əslində qoymuşdum burada miras.az internet səhifəmizdə, mirasın səhifəsində elanımız, yeni kurs iştirakçıları üçün elanımız qoyulur. Bütün əlinizdəki kitabın materialları açıq şəkildə, mühazirələri açıq şəkildə qoyulur və həm də müəllimlərin mühazirələri video materiallar şəklində yerləşdirilir. Və çox sevindirici haldır ki, artıq bir çox yeni tələbələr müraciət edirlər və biz onlarla belə deyək də sizinlə açdığımız o WhatsApp qrupunu indi yeni qruplar açıb davam edilir. İnanıram ki, bu kursa girişdir, bu məktəbə girişdir və biz yeni layihələrlə davam edəcəyik. Adını çəkmirəm, amma artıq müraciət olunur, yəni müxtəlif fondlara yeni layihələrlə, yeni məktəb mövzuları ilə müraciət eləmişik və mən birinin adını çəkmək istəyirəm. Biz dərs müddətində 24 qeyri-maddi mədəni hissdən danışmışdıq, UNESCO-nun siyasına düşən və biz gələn dərslərimiz, kurslarımız məhz bu 24 qeyri-maddi mədəni hiss haqqında olacaq və inanıram ki, əgər biz onu, layihəni belə deyək də qazanmış olsaq, elə bu məkanda, amma ustalarından, o işlərin ustalarının birinin iştirakı ilə 7 günlük, yəni daha doğrusu 5 günlük bir həftəlik dərslər edəcəyik, 24 deməli qeyri-maddi mədəni hiss üçün. Yəni düşünün, görün nə boyda bizə günlər lazım olacaq və nə boyda yeni bir iş ortaya qoyacaq. Çünki hər şey pərakəndədir. Bunları pərakəndəlikdən çıxarmaq lazımdır. Akademik formaxa oturtmaq lazımdır. Yanlışlar, səhvlər, deyək ki, gücümüzün çatanı, çatmayanı, nəyi var edirsə, həm müəllimlərdən miras olaraq, miras adına, həm müəllimlərdən, həm də tələbələrdən belə deyək, bizi bağışlamalarını arzulayırıq. Yəni, ola bilərdi ki, fərqli bir şey, məsələn, deyək ki, istəyirdiniz ki, bu da olsun, məsələn, deyək ki, fərqli yanaşma olsun. Xüsusilə də o qızlar yay günlərində burada iştirak eləmək və burada həm dərsləri keçmək, həm də üstəlik, yəni müəllimlər xüsusilə mühazirələri demək əslində bir qəhrəmanlığıdır. Mən sizin hamınızı bu məktəbin sona çatması münasibəti ilə, yəni bu hissəsinin sona çatması münasibəti ilə təbrik edirəm və
bugün sizin sertifikatlarınız verilecek ve bir şey de burada qeyd edeyim ki, şirkət, dizayn şirkəti əslində dedi ki, ilk dəfədir ki, biz bir diplomu iki tərəfli çap edirik. Yəni, həmişə biz diplomu bir tərəfli çap edirik. Yəni, ilk dəfədir ki, diplomu iki tərəfli çap edirik. Belə deyək də, o ilk də sizə qismətdir, amma diplomların hamısı nömrəlidir. Biz oradakı imzamıza miras olarak sahibik. İstənilən yerdə bizim diplomlarımızı göstərə bilərsiniz, xarici və ya yerli. Yəni, bizim prestijimizi qəbul eləmək məcburiyyətindədirlər. Çünki bu doğrudan da belədir. Və mən həm də müəllimlərimizin sertifikatları bugün, yəni veriləcək, təlimçi sertifikatları veriləcək və bundan sonra yekunlaşdıracağıq. Kimin nə sözü olsa, çıxışı olsa, yəni davam edəcək. Mən çıxış üçün bizim kursumuzun, yəni ümumiyyətlə məktəbin, layihənin eksperti və ümumiyyətlə ideya müəlliflərindən biri olan Profesör Qafar Cəbiyev vermək istəyirəm. Onun ağsaqqallığı, onun bu işin öncüllüyündə getməsi sayəsində bizim bugünkü günümüz, yəni uğurla yekunlaşmışdır. Buyurun bakalım. Çok sağ olun. Ben öğretmen, müəllimləri, müəllimləri çalışıram. Çünki bir yola çıxanda qarşıya hədəf qoşar ki, mən filan hədəfə çatmalıyım. Hesab edirəm ki, biz bu çıxdığımız yolda nəzərdə tutulan hədəfə qət elədik, başa çatdırdıq və nəticə artıq gözləməlidir. Bu, əlbəttə, Farizmanın qeyd elədi, həm müəllimlər üçün, həm müdavimlər üçün bu qədər də asan olmalı. Amma mən hesab edirəm ki, bu hələ başlanğıc təhsilin mərhələsidir. Yəni, oxumaq Peyğəmbərimiz buyurduğu kimi eşitdən məcbura gələcək olan bir şeydir. Yəni, yazılanları da, dərz olanları da, nəzərdə tutmaları daim üstə gətirmək lazım. Bu işdə hər bizə oğullar arzulayın. Hesab edirəm ki, heç birimiz bu məsələdə unutmamışıq. Əksinə, hər kəs tadıq qazanır. Çünki hər bir cəmiyyət içərisindəsiz, müəyyən bu peşə yönümüzdən bağlı kontingent içərisindəsiz. Siz artıq həmin o kontingent içərisində, o camiyə içərisində bundan sonra söz sahibi olasınız. Siz öz ardınızca neçə başqalarını anlara bilərsiniz, bunları marifətləndirə bilərsiniz, onları yoldan çıxsaca bilərsiniz. Bu yolda hər bizə uğurlar olsun. Sağ olun. Və mən düşünürəm ki, yəni sonda hər kəs çıxış edə bilər. Bunun üçün imkan şərait olacaq. Biz belə deyək də, havanın da belə yağmurlu olmasından əsas mərhələdə keçir. Çünki eləmək üçün xalqın içərisində getmək. Kömək edərik. Birdən deyirəm, hamı yaxınmış. Aysel xanımda da Aysel Meyran verdiyi. Yox. Buyurun. O yüzden hamsi sessiz bir şey yok. Bizim çok yaşlı şey yok. Ben sertifikatla əlaqədar xidmətlərimizə qeyd ki, burada QR kodu yəni oxudanda mirasdakı müəllimlərin hamısının dərsləri yəni görünür da, buradan yəni davam edilir. Buyurun.
Fatih'e Meşhedizadə. Ama ben orada çıxaq qoydum da yəni. Zatıdır. Sen yoktur. Tebrik ederim. Var idi. Xeyri görəsiz. Var idi. Budur. Tebrik ederim. Ayten Əliyeva. Tebrik ederim Ayten Hanım. Tebrik ederim. Rıfane Dünyalı'ya. Ve dünya ve mal. Bu da tebrik ederim. Gülnare Esadullayeva. Bunlara falan tebrik ederim. Artık kişi yandınız. Yok, arkadan yandın mı? Yok. Günay Bağlıoğlu. Cumhur Hanım. Olmadı. Sen ne bilirsen, Cumhur ayak ikisi bir yerde. Aysin Akgözel. Adı güzel, işi güzel. Sertifikat da güzel. Teşekkürler. Umar Deliyeva. Aytaç Xancalova. Maşallah. Mədəniz xanımların ümidindədir hamısı. Təbii şey. Aysel Həsənova. Təbii şey. Nərmin İmamova. Təbii şeyler var. Fatıma İsmailova. Təbii şeyler var. Vəzifa Budiyeva. Təbii şey. Əli Ağzəlov. Ağır çəkirləri adını sanırım. Təbii şey. Teşekkürler. Afaq Qasımova. Tamam, təbii ederim. Ceyhun İsmailova.
Və burada biz haşiyə çıxmaq istəyirəm və Ceyhun müəllimi təbrik eləmək istəyirəm. Ceyhun müəllimə belə deyək də, məktəbin düşərli olub. Demək olar ki, düşərli olub. Baskal Qoruğunun direktoru təyin olunub və biz onu yəni Baskal Qoruğunun direktoru təyin olunması münasibətilə təbrik edirəm. Mən deyəm onu bir almışdım. Seviyorum, tabii şeyler. Paskal'la əlaqən var, sənlə tanışdıralım. O kadar rahat bir hissiyatı. Uğurlar olsun. Sevinç Ədilova. Kesin. Şükran Kuliyev. Kes. Bu tür ödənişli olmalı. Tabii ki. Tabii şey. Artık resmi tutarız. Nezmin zamanlı tarihe emin olan. Hamı qadın kimin adı var? Kimin adı var? Yaxşı. Kim? Bir daha hepinizi tebrik ederim. Uğurlar arzulayıram. Bu hayatta, ömür yolunda, əməli fəaliyyətdə sanıram ki, yeni bir istiqamətdir. Gərəkli bir istiqamətdir. Vətənə, xalqa, millətə, hər birimizə lazım olan bir istiqamətdir. Keçmişi bilməsə, keçmişi qorumasa, gələcək barəsində düşünməyin mənası yoxdur. Uğurlar arzulayıram hər birimizə. Yaxşı. Mən indi isə istəyirəm ki, yəni bundan sonra mən təqdim edəcəm və biraz idarə sədri kimi həm də birası yəni təlimçilər bizim demək ki, rəsmi ilk dəfə təlimçi yəni statusuyla yəni ilk sertifikatlarımızı təqdim edirik və ilk sertifikatımızı yəni elə Qafar müəllimə vermək istəyirəm. Qafar müəllimin mövzusu hamımızın yadındadır. Mədəni İrs Ustad Məktəbi kursuna giriş və ya mədəni irsin tədqiqi, qorunması və təşviqi istiqamətində prioritetlər, ənənəvi yanaşmalar və yeni çağırışlar. Mən istəyirəm ki, Qafar müəllimə sertifikatını təqdim edin. Çox sağ olun. Allah razı olsun. Biraz sağ olsun. Mən bu yaşa qədər çoxlu diplomlar almışam. Orta məktəb atestatından tutmuş, sonra gəldi nə bilim, Ali Partiya Məktəbinin diplomu, universitetin diplomu, magistratura diplomu, namizədlik diplomu, doktorluq diplomu, dosentlik diplomu, professorluq diplomu, Türk dünyasının elm adamı diplomu, nə bilim, Respublikanın əməkdar jurnalisti diplomu, Girdiman tarixinə görə bir diplom, yəni bu mənim diplomlarımın ən yuxarısı üstündə duracaq bir diplom oldu. Amma bu tək deyil, çünki Qafar müəllimlə bir yerdə hesabatı yəni biz təqdim eləmişdik və Bakı şəhəri Yasamal rayonu Həmidağa Hüseynzadə küçəsində yerləşən hamam binası daxilində və ətrafında konservasiya və təmizləmə işləri çərçivəsində aparılan arxeoloji tədqiqatların hesabatı. Bu da ayrıca bir sertifikatdır. Bunu da siz təqdim edirsiniz. Bu da mənim sertifikatımdır. Mən də ən yüksək yerə qoyacağım. Xronoloji ardıcılıq olmalı. Məndə qalmasın, özü də satmalı.
Mən istəyirəm ki, layihəmizin deməli, belə deyək də, əsas təlimçi statusunda yəni olan xanımı, Məlikə xanımı dəvət edeyim, Məlikə Hüseynova. Bu işin ağırlığını çəkən insanlardan birisidir və demək olar ki, sizinlə hamımızla əlaqədə olan, sizi məlumatlandıran, ümumiyyətlə işi bu səviyyəyə gətirib çıxaran əsas simvollardan birisidir. Mən Məlikə xanıma sizin qarşınızda həm də minnətdarlıq edirəm, xüsusi minnətdarlıq edirəm və inanıram ki, başlatdığımız bu işlər bir yerdə davam edəcək. Məlikə xanım, buyurun. Arzularım mən düşünmürəm ki, bu işi bizlərdən kimsə Məlikə xanım qədər bu təşkilatlı işi icra etmiş olar. Təşəkkürlər. Həqiqətən möhtəşəm işlər. Mən istəyirəm ki, mövzusunun adını deyib, onu unutdum. Mədəni irsin qorunması sahəsində milli və beynəlxalq tənzim etmə, yəni onun mövzusunun adı bu şəkildə idi. Çox sağ olun. Bəs bütün bu təşkilatlı işi, Necə? bəs bütün bu təşkilatlı işi, o sertifikat aldım. Deməli, Şikar müəllim hal-hazırda burada olmadığı üçün onun adını çəkirik və sertifikatını bura qoyuruq. Daha doğrusu onun mövzusu da özünə verəcəyik. Deməli, Azərbaycanın qeyri-maddi mədəni irsi və onun UNESCO-dakı yeri. Və inanıram ki, qarşıdakı layihədə, yəni qarşıdakı nəzərdə tutduğumuz qeyri-maddi mədəni irslə bağlı layihədə Şikar müəllim bu yükü çiyinə götürəcək. İnşallah. Necə? Aşırdan danışacaq. Mən istəyirəm ki, Nəzmin xanımı sırada Nəzmin xanımı dəvət edeyim. Nəzmin xanımın mövzusu muzeylər mədəni irsin keşiyində mövzusudur. Yəni, oradan da Nəzmin xanım akademik səviyyədə belə mən görmür ki, belə istəmişəm. Akademik səviyyədə, yəni yayım məsələsində bizə çox böyük dəstək olub və inanıram ki, bu davam olacaq. Çox sağ olun. O da əlavə sertifikat istəyir. Mirasın İdarə Heyətinin sədr müavini Günel xanım, Günel Seydəhmədli buradadır. Mən istəyirəm ki, Günel xanımı dəvət edeyim və doğrudan da onun mövzusu Azərbaycanın tarix mədəniyyət qoruqları mövzusudur. Həm də tələbələrini bura cəlb elədiyinə görə də xüsusi, yəni ayrıca minnətdarlıq edirik. Çox sağ olun. Mən Pərvin xanımı, Pərvin Ahəndçini dəvət eləmək istəyirəm. Pərvin xanım tarixi mədəni irsin rəqəmsallaşdırılması mövzusunda məruz eləmişdi, təlim keçmişdi. Sağ olun. Biraz qabağa gəlsinlər şükür. Nəbikə xanım hal-hazırda Şamaxdadır, gəlib çıxmayıb ona görə də. Onun mövzusu, deməli, mədəni irs abidələri üzərindəki epiqrafik tədqiqatlar. Gülşən xanım, Gülşən Hüseynova. Gülşən xanımın mövzusu fövqəladə hallar zamanı mədəni irsin mühafizəsi mövzusuydu. O da avto çətinlik. Gülşən xanım ümumiyyətlə biraz layihələrinə rəyini qoyan birisidir. Yəni, çox geriyə getdilər.
Arzu xanım, Arzu Həsənli, mədəni irsin sosiallaşması və bunun cəmiyyət üçün əhəmiyyəti mövzusunda. Sağ olun, minnətdarım. Əfqan müəllim. Görürsən, sifəti şahlandı. Oğuldan buyurun. Əfqan Quliyev, bərpa layihələrinin hazırlanması və uğurlu təcrübələr mövzusunda məruz eləmişdi. Və mən hal-hazırda biz Sulud məscidinin üzərində işləyirik, görək xeyirlisi, yəni. İnanıram ki, çox maraqlı biz iş alacaq. Cəlaləddin müəllim və Nadirə Minəyar, onların özlərinə göndərəcəyik. Məhəmməd müəllim və Zahidə xanım, onlara da verəcəyik. Ayda xanım hal-hazırda Avropa ölkələrindədir, yəni ki, onu da xüsusi yad edirik. Professor Luigi Skrinzi artıq İtaliyadadır, ona da göndərəcəyik. Mən istəyirəm ki, Elmira xanımı, Elmira Abbasovanı dəvət edeyim. Elmira xanım da Bakı şəhəri Yasamal rayonu Həmin Ağa Hüseynzadə küçəsində yerləşən hamam binası daxilində və ətrafında konservasiya təmizləmə işləri çərçivəsində aparılan axmış tədqiqatların hesabatı mövzusu üzrə işləmişdi. Azərbaycanın tanınmış adın Azərbaycanın hal-hazırda Baskada işləyirik. Böyük bir kötüyü tapmışım. Bəzi yerlərə açırım, görək xeyirlisiniz. Azman bırax. Hə, dərman. Gündüz gəlsə yaxşı çıxmır. Yox, irəli gəlin, biraz irəli gəlin. Hə, çox, əla. İşıqlandı. Xanım sizə gəlin də. Bir yerdə. Hazırlaşılmasın. Gəbəliyə. Və sonuncu sertifikatımızdır. Belə deyək də, Şəhla xanım, Şəhla Xəlilli. Biz hər şeyi onunla bölüşürük. Və əsas bölüşdüyümüzdə bir həyatdır. Sağladığım için akşam təbiri olasın. Yox, niyə ki? Əvvəllər nə idi o? Zeynəb xanımlarla mütləq şəkildə o anlaşılır. Onlar yazma. Görün indi, araya bir şey salabilirsin. Yaxşı. Sen uzağından bakardı. Efendim burada ya. Bakalım ben buyurun. Elbette hanım. Kimin tərbiyyəli varsa, kim hansı mesajı çatdırmaq istəyirsə, yəni bu mesajları verə bilər və qeyd edir ki, mən İşkar müəllimin Azərbaycanın qeyri-maddi mədəni irsi və onun UNESCO-dakı yeri mövzusunda. Gel. Yok yok. Alın cebinde olsun. Ve bu da İşkar müəllimin sertifikatıdır. Benim rakamımda gelmiş. Ha ha. Tam rakamında gelmiş. Ama
tədbir iştirakçıları salam edirəm. Qəfər müəllim salam edirəm. Fahad müəllim, yandan olmalı baxmayla təsbih verdim. Və hamımızdan düz istəyirəm ki, inan ki, xeyirşə qardaşlar. Bugün 3 dənə İlyas müəllim, Sumqayıtdan ötürü metr yapmış. Yəni istəmişəm ki, burada olalım. Tam da vaxtda Gəlmişəm. Heç başqa bizim mirasın, Faiz müəlliminin rəhbərliyi altında bu təşkilatın gördüyü işlər elə hamımıza fərək gətirir. Ürək uzaqlarımıza danışırıq. Orada kimin zəhməti varsa, onları biz ürəkdən almışlayırıq, təbrik edirik. Zaten bizim burada olan ziyalımız, professorumuz, qardaşımız, dostumuz Qəfər müəllim başda olmaqla ikiyə bizə deyir ki, bu təşkilatın baş ideal olur. Görünür, görünmür. Allah hamımızdan sağ eləsin. Faiz müəllimin belə adam olur ki, elmi var, təşəbbüsü yoxdur. Ziyalı ola bilər ki, edə bilir, ortaya çıxara bilmir. Faiz müəllimin həmişə öz təşəkkürümü sağ olun deyirəm ki, bu kişidə həm zəhmətçilik var, həm elmi var, təşəbbüs var, vətənsevərlik var, tədbir var, təbliğat var. Və bunların hamısı cəmləşibdir. Bugün də onun elə gördüyü işlərin bir nəticəsində bir baxmadır. Bu zəfər falan düzəyəm. Bayır şəhər mədəniyyət mərkəzi. Başlıyor, bir iki artıq bundan sonra eləyəcək. Aysa, bu məni gözlərə Bayır şəhər ən yaxşı adımdan verirəm. Demək istəyirəm ki, Faiz müəllim rəhbərliyindən bizim biraz gördüyü işlərin belə deyərəm ki, həddüdü yox. Çoxdur onun nümunəsini biri, bax bu günləri biz toplaşmışıq, buradayıq və bizə də bu bəlgələr verilir, sertifikatlar verilir. Faiz müəllim, mən bu yolda bütün burada olmayan miras səviyələri təbrik edirəm, onlara uğurlar arz edirəm. Ən böyük uğurumuzun biri buydu ki, yəni mən də bu son vaxtında olmuşam. Özdə düzü deyil, elədir ki, gələnlər yer qaranlıq olur, bəzən bilmirsən, mətn əlində ışıq zəiflidir, amma bunlara baxmayalım, hər birimizin, mənim də bəxtimdən həmişə nəzə bir iş bir də beləndə alınmaz. Gah bateriya sorundur, gah tutarlıdır. Sayta baxarsınız. İstəyimə çatdım sonra ki, nəzə də qapanla dedmək ki, o işi oraya Allah üzrə baxınca hava olmaz. İsti su kəsiləri qarar tutmuyor. Ona görə də mən burada əvvəldən də, davamında da sizlərin hər birinin çıxışına yenə Faiz müəllimdə sağ olsun ki, yayın hamımızda var. Çıxışlara da qulaq asıram. Dinləyirəm, özüm burada olanda, özüm burada bir mövzuda mənə aiddir ki, buna çox yaxşıdır. Həm bizi bir müəllim kimi, qələm adamı kimi, ziyalı kimi elə bir bizim formalaşmağımıza, müxtələşməyimizə kömək edir. İnanın ondan sonra məndən televiziyada bir çağırmışlar. Mən orada bizim Ustad məktəbinin görülən işi orada yenə nümunə kimi Azərbaycan televiziyasından verdim. Yəni hələ biz bir yerdə bu işlərin deyilik və fərəklə təbliğ edirik. Mən sözümün canı orasındadır ki, bütün görülən işlərdə Faiz müəllimin, Qəfər müəllimin və digər yoldaşların hər birinin adını çəkib, birini çəkməsə belə bir ikisinə kifayət edir ki, hər birinizin sağ olun deyirəm ki, əməyi olanlar çoxdurlar. Amma sizdə, məsələn, kim iştirak edən bilir, etməyənlər də bilsinlər ki, Qəfər müəllimin o yubiley tədbirlərində, yazılan məqalələrdə, o gün Ağsuda keçirilən o elmi pratik konferansda, siz inanırsınız, necə gözəl sözlər, tədqiqatlar deyilirdi, kişinin gördüyü, araya ərsəyə gətirdiyi elmi nəticələr ifadə olunurdu. Yəni qəlbi istəyən hər bir kəs qüvvələrlə deyir, nə yaxşı ölkəmizdə belə ziyalımız var, professorumuz var. Mən orada da qeyd elədim. Dedim, bu tədbirlər elə Azərbaycanda ziyalıya, professora qoyulan hörmətdir, verilən dəyərdir. Çox vaxt bunu görməyik də öz aramızdır. Hələ bunlar, məsələn, o qədər sözün içərisində mən heç çəkinmədən deyirəm, gözləyirdim ki, orada akademiyanın rəhbərliyi iştirak edirdi. Çox hörmətli yoldaşlar çoxdurlar. Yəni onların dilindən eşitəydim ki,
Qafar müəllim artıq böyünə qədər sağ olsunlar, nə dəyərləndirecək bilirəm ki, nə dəyərləndirince bu dəyər öz yerini alacaqdır, yəni dəyərləndiriləcəkdir. Düzdür, müəyyən hədiyyələr verdilər. Mən bilmədim, içində konvert vardı, yoxsa yox. Amma, hər şey ola bilər. Ona görə də mən istəyirəm ki, hər biriniz elə qabaqda bu nümunə olanların yolu gedəsiniz. Fariz müəllimin yolu böyük bir nümunədir. Mən çox səmimi deyirəm, dünyanın hər tərəfində olursa, o Azərbaycanı bizim qeyri-maddi mədəni irsimizi təbliğ edir, mirasımızı təbliğ edir, onun qorunmasını edir. Bu işdə hər birimizə uğurlar arzu edirəm. Çox sağ olun, belə nəticələrlə bizim üçün bayramdır. Tarihte işte seçimleri yapılmaz. Bu bir içerisinde. Bu da perde kalıyor. Bu benim basın üstüne düşmüş gibi. Sen daha birleştin. Bu Qafar müəllimin tərcüməsi Amerika'dan biraz daha. Çox sağ olun. Böyleleri yok. Çok sağ olun. Allah razı olsun. Kitabı çıktı. Kitabda senden olan bir şeyler. Ben bu dedi gösterip ki Mədəni İrs Beynəlxalq Ustad Məktəbi kitabı Şimdi o. artıq yəni nəşr olundu. Demək olar ki, sizin hamınıza verilib və inanıram ki, bu kitab əlifban vasitədir, belə deyim. Bu indi kağız vasitəsidir. Amma bunun akademiya.edu-da, ResearchGate-də, yəni Orsit'də, yəni hamısında bu faillər qoyulub. Miras.az-da istənilən şəxslər bu kitabı götürüb, yəni oxuya bilərlər və bizə də fikirlərini yaza bilərlər. Mən düşünürəm ki, deməli, həm tələbələrimiz, həm müəllimlərimiz bundan sonraki onlayn kurslar üçün, onun davamlı olması üçün yaxından iştirak edəcəklər və ora yeni müdafiələri dəvət edəcəklər və onlar da, çünki əslində orada da çox böyük problem var. Mədəni irslə bağlı ölkədə savadlanma hamı bu sahədə inkişaf edir. Yoxsa mədəni irs çatmır. Bu da koğuş direktörlerinden bağlı. Pascal Bakır'dan. Onların kanalını izlemişler. Böyle kim ne kadar isteyip götürebilir. Burada kitaplarımız var. Özlü Emre Hanım, sen de 2 tane götür şöyle kitap. Yani Şöyle olsun. buyurun. Çok sağ olun. Çok sağ olun. Ben yaklaşık bir konu Yaxşı. Kimin ürək sözü var? Çok sağ olun. Mübarek olsun, ben iyi gördüm. Çok mübarek olsun. Ben bir daha tamamlayacağım. Psikologlar deyirlər ki, insanlar iki cür olur. Özünü sevən insanlar, bir də özündən başqa heç kimi sevməyən insanlar. Özündən başqa heç kimi sevməyən insan, ümumiyyətlə ki, özünü də sevmir. Amma özünü sevən insan, xalqını da sevir, vətənini də, tarixini də, gələcəyini də sevir. Və mən burada bugün həmin insanları görürəm. Başda Fariz müəllim olmaqla, Qafar müəllim olmaqla, miras komandası olmaqla, bütün təlimçilər və bütün müdavirlər, bütün müvəzziflər edən insanlar, mən də özümü sevən, xalqını, vətənini, tarixini, gələcəyini sevən insanlar. Bayaq Fariz müəllim dedi ki, vermək istədiyimiz mesaj nədir? Mənə vermək istədiyim mesaj o ki, hər biriniz dəyərlisiniz. Arzularınızın, xəyallarınızın dalında
belə də bu, belə deyim, sürətlə də bu müsbətlə də gedir. Hamıya Allah razı olsun. Çox sağ olun. Ben meydan sizindir. Kimin reisleri varsa, Bereke Hanım nasıl bir şey demek istiyorsa, Erdir Hanım nasıl demek istiyorsa, Aslında çok güzel bir teşekkür ederim. En önemli oldu ki bu bayramın teşebbüskar olsun. Aynı zamanda teşebbüskar kifayet değil. Bu bayramda doğan paran bir komanda olmalıdır. Özel edilen ki hakikaten de mirasın üzümleri burada büyük bir komanda gibi ve çok da istidadlı çeşitler ve ne güzel ki bu komandalarda hakikaten bizim güzel tələbələrimiz oldu. Buna görə çox adam xoş olur ki, bir məqaləni yazır, bir iş yazır, əlində onu hazır tutursan. Fəriz müəllimlərdə də gələcəm bayram edək. Ne güzel ki, bugün bu həqiqətən də bu layihənin möhtəşəm bir günü, bir bayramıdır. Bu çox xoşdur və mən hamıdan belə təbrik edirəm və uğurlar arzu edirəm. Fəriz müəllimlər öncədən demişdim, yenə də deyirəm. İnşallah bu olsun, ustad məktəbi bir. Ve daha olsun, devamlı olsun, uğurlu olsun, daha da geniş yansın. Birlikte tabii ki de böyle olmalar olacak. Nezmi Hanım, Elmira Hanım, kimin reisleri varsa, hiç kimin reisleri devam etsin. Ucadan. Biraz uca. Gençlerimizin böyle bir şey, işlere cevap olması, bunların küçük hayatının olması, bu da yaşlı olarak bırak olanlarımızı Biz elan edelim. Yani kimin hevesi var, kim bu işi, bu məktəb isteyenler içindir. Ama evet, ben sizden razıyım ve bir mesele var ki biz ne elədik? Bu layihə çərçivəsində Məlikə xanımla mühazirə keçib, mən də keçmişəm, Profesör Qafar Cəbir də keçib və Arzu xanım da, yəni biz dördümüz də ayrı-ayrı, biz daha doğrusu üçümüz deməli, peşə məktəblərindən, məsələn, peşə məktəb mənim də keçdiyim yerdə 300-də yaxın, yəni belə deyim də, peşə məktəbinin tələbələri var. Eləcə də Məlikə xanımın, eləcə də Qafar müəllimin, əksəriyyətdə oğlanlar idi. Siz inanırsınız ki, heç hamda olurlar. Qızıldaş qəsəbəsi vardı, mən orada keçmişəm. Və çox, belə deyim də, çətin idi, amma yəni biz onları bu dərsləri keçə bildik. Özdə ki, memarlıq və inşaat, yox, inşaat və konstruksiya. İnşaat və konstruksiya deyə belə bir peşə məktəbidir. Biz, mən orada keçdim, turizm və nə idi, sosial xidmətlər idarəsi sizdə idi və bir də Buzovnada deməli, Qafar müəllim keçdi. Yəni, biz əslində çox gözəl bir məqama toxundunuz. Biz əslində ustad məktəblərimizin təlimçilərini universitetlərə, peşə məktəblərinə, sonra məktəblərə fərq eləmir. Daşımaq istəyim deyil. Hansı bir məktəb, hansı bir universitet, hansı bir, məsələn, biz canlı olaraq biz gedib orada hansı mövzunu seçmiş olsalar, o mövzuda təlimlər keçməyə hazırdır. Bu mənada, ona görə də elə universitetlər və digər, sizin də çalışdığınız yerlər, ola bilər qoruqlar, ola bilər muzeylər, fərq eləmir. Əgər yerdə, bəli, biz deməli, təlimləri keçməyə hazırıq ki, bu məsələ davam edəsin. Və bu mənada sizin qaldırdığınız məsələ çox gözəl məsələdir və sizi
Minnettarım. Çok sağ olun. Gülşah Hanım, sonra Günel Hanım, Şəhla Hanım, Əfqan müəllim, kim sənət edilmək istəyirsə buyurun. Herkes tanıştı. Zəhmətə görə də çox sağ olun. Çox xoş Siz sağ olun. Və mən sizin hamınızı, yəni bu yenə də deyirəm, kursun davamlı olması üçün birlikdə çalışmağa dəvət edirəm. Və üstəlik də bura, yəni bu gördüyünüz məkan, Qafar müəllim Bayır Şəhər Mədəniyyət Mərkəzi deyir, adını elə qoyaq. Yəni, amma üstündə çalışacağıq. Bura artıq hər halda sentyabrın 20-sindən sonra öz qonaqlarınızı da gətirə bilərsiniz, yəni burada tədbirlər də edə bilərsiniz, burada sərgilər də keçirə bilərsiniz, burada musiqi də ola bilər, yəni hər şey də ola bilər. Yəni, kimin ağlına nə gəlsə, biz yəni onlarla işləməyə miras olaraq hazırız. Ən sonunda istəyirəm ki, elə, bilməm, yoldaşlar orada otururlarsa,